Orada mənə çatdı ki, digital marketinq sahəsindəki biliklərim kifayət deyil. Salam, mən Yaqut. Əgər mənə desəydilər ki, bir gün bütün bildiklərimi unudub marketinq sahəsinə yönələcəyəm, düşünsək, inanardım. Çünki həqiqətən də bu sahənin insanı olduğumu düşünürəm. 2 ildən çoxdur ki, öz brendimi yaratmağa çalışıram. Və hər şeyi bir kənara qoysaq, ideya var, məhsul var. Çəkilişlər üçün kamerasından tutmuş, ştat dibinə, işığına, hər şey alınıb. Amma oturub öz-özümə düşünəndə yenə nələrsə çatmadığını hiss edirdim. Nə çatmır deyə düşünəndə isə orada mənə çatdı ki, digital marketinq sahəsindəki biliklərim kifayət deyil. Və mən bu sahədə əgər yüksək səviyyədə irəliləmək istəyirəmsə, yaxşı gəlmişdi. Bu sahədə professionallaşmaq istəyirəmsə, mütləq şəkildə öz biliklərimi professional insanlardan öyrənməliyəm. Onun üçün də üz tutdum Evo Akademiya. Bu sahədə mənə ən çox narahat edən şey saytımın yaradılması və məhsullarımın ora yerləşdirilməsi idi və bazar araşdırması eləyəndə gördüm ki, bir sayt üçün yaradılan maddiyyat sözün açığını desək çox gəldi və düşündüm ki, həmin o maddi büdcəni sayt üzərinə deyil də öz inkişafım üzərinə, şəxsi inkişafım üzərinə ayırsam və bugün bir sayt üçün yaradacağım büdcəyə sabah özüm üçün bir neçə sayt yaratsam daha uyğun olar. Həm digital marketinq sahəsində, həm sosial media marketinqi sahəsində bu 3 ay ərzində çox bilik əldə elədim və buna görə də müəllimim Kənan bəyə və mentorum Səmaya xanıma təşəkkürlərimi bildirirəm. Bu sahəni seçmək istəyənlərə onu məsləhət görərdim ki, sabah edərəm deyərək ertələməyin, çünki sabahlar bitmir. Elə bugündən o ilk addımı atın ki, o addımlar uzansın və uzun bir məsafə qət edə biləsiniz. Bye bye.